Biz bugün xalqımızın böyük qızı, böyük maarifpərvər şəxsiyyət Fərbiyə Şabanova xanımın evindəyik. Fərbiyə xanımın yaxın günlərdə 85 illik yubileyi və yaradıcılığının Əvəzsöz folklor kollektivinin 60 illik yubileyidir. Fərbiyə müəllimə təşəkkür edirik və bugün onun albomlarını, köhnə, yəni ilk yaradıcılıq illərindən şəkillərə bir-bir baxırıq. Fərbiyə müəllimə, əvvəla sizi təbrik edirik və inşallah arzu edirik ki, o nəzərdə tutulan yubiley Bakı şəhərində baş tutsun inşallah. Bu hər halda Respublika səviyyəsində bir görüş olacaq inşallah. Belə sizə həm də yaradıcılığınızda uğurlar diləyirik. Müəllimə, birinci bundan başlayaraq bir neçə kəlmə nə vaxt yaradıldı Əvəzsöz? Demək, 64-cü ilin sentyabr günləri idi. Dərslər artıq başlanmışdı. Onda Astara ilə Lənkəran rayonu birləşmişdi. Xalq Maarif şöbəsinin müdürü Lənkəranda otururdu. Mən oraya gedib əmrimi aldım. Müdür məni Qulu müəllim deyərdilər. Təbrik elədi və gəldim Balaca Şağac məktəbinə. Əmrimi təqdim elədim. Məktəbin direktoru Mahmudov Cəbrayıl müəllimə. Əmrimi oxuyandan sonra durdu ayağa. Mənlə görüşdü, təbrik elədi və dedi ki, inanıram ki, siz bu məktəbdə lazımi dönüş yaradarsınız. Və məni apardı pionerlər otağına. Dedi, düzdür, bura biraz səliqəsizdir. Burada ictimai əsaslarla pioner vacada olur. İndi isə sizi göndəriblər, mən çox şad oldum. Və o gündən də başlayaraq, həmin gündən elə mən pioner otağını səliqəyə salandan sonra uşaqlarla tanış oldum və 3 qız seçdim bir neçə günə. Ağ gül, qırmızı gül, bir də sarı gül qızlarını seçdim. Onların kostyumlarını da özüm tikdim. Çünki mən özümün birinci sənətim çirkövçü modelleridir. Hazırladım və təxminən sentyabrın 20-si, 24-ü, dəqiq yadımda deyil, bir tədbir oldu, yəni pioner xətti oldu. Pioner xəttində həmin 3 gül rəqsi ifa olundu. İfaçılar da İnəbacı, Fərxəndə və Aypara oldu. Bugün də onlar yaşayırlar. Biri Tümən vilayətindədir, biri Lənkəranda ailə sahibidir, biri də Rusiyada yaşayacaq. Bakıda yaşayır. Hər biri ailə sahibidir, nəvə nəticələri var. Mənimlə də görüşürlər. Kənddə keçirilən, Kakalos kənd mədəniyyət evində keçirilən mənim 60 illik yubileyimdə onlar ikisi iştirak elədi. Biri müəyyən səbəblərə görə iştirak eləyə bilmədi. Eyni zamanda bu günləri siz gəlmişsiniz, bura xoş gəlmişsiniz. Çox sağ olun. Təşəkkür edirəm sizə. Axtarırsınız, tapırsınız. Çox təəssüf ki, mənim çox şəkillərim yoxdur. Yəni ki, təvazökarlıqdan elə meyl göstərməmişəm şəkil çəkməyə. Bir daha çox sağ olun. Mən yeri gəlmişkən onu qeyd edim ki, Fərbiyə müəllimə bir çox vəzifələrdə işləmişdir. Bax, bu əlimdəki, bax, bu şəkil ki, göstərirəm, bax, burada, baxın bu şəkildə. Siz burada Mədəniyyət şöbəsinin Astarada, baxın, bu hansıdır bu? Bu, Astara rayon İcra Hakimiyyətinin Kakalos kənd icra nümayəndəsi. İcra nümayəndəsidir. Sonra bir şəkildə də burada Mədəniyyət şöbəsinin, Astara rayon Mədəniyyət şöbəsinin də rəhbəri olmuşsunuz. Bəli, mən məktəbdə 3 muzey yaratmışdım. Yəni, direktorun köməkliyi ilə. Hansı layihəni Rəfi müəllimə deyirdim. Rəfi müəllim dil ədəbiyyat müəllimi idi. Amma mədəniyyətə, incəsənətə böyük marağı vardı. Hansı layihəni ona deyirdimsə, o müəllimləri yığırdı, tapşırıq verirdi və yarı zarafat, yarı gerçək mənə deyirdi, müəllimə,
kimsənin sözünə baxmadı, mənə deyərsən. Rəfi müəllim məktəbi direktoru. Beləliklə həmin muzeylərin 3 muzey yaratdım da, yəni mənim təşkilatçılığımla. Lenin muzeyi o vaxtlarda idi, Xalqlar Dostluq muzeyi və 200 ədəd eksponatı olan kiçik bir otaqda tarix muzeyi yaratdım. Bu harda? Astarada yoxsa? Kakalos Cəfər Cabbarlı adına kənd orta məktəbində. Həmin muzeylərin açılışına o vaxt Çingiz Fərəcov raykom katibi idi. O gəlib lentləri kəsdi və sonra maraqlanıb ki, kimdir bunun təşkilatçısı? Məni də hardansa çağırdılar, yəni mən gözə görünən adam deyildim də. Məni çağırdılar. Birinci mənə baxanda dedi bu ya, yəni cılız bir adam bu qədər iş görməsi. 2 gündən sonra raykom katibi maşın göndərdi mənim dalımca. Qəbulumda oldum. Mənə təklif elədi ki, səni mədəniyyət şöbə müdiri verirəm. Dedim ki, mən bacarmaram, mən çətindir, yol uzaqdır, belə elə. Dedi ki, həqiqətən yoxla gəldim evə. Yəni, icazə, yəni razılaşmadım. Sonra başqa adamları göndərdi. Nəysə, axır o öz məqsədinə nail oldu. Məni mədəniyyət şöbə müdiri təyin elədi. Mən də ilk növbədə mədəniyyət şöbəsində işləyəndə bir qədər çətinliklə rastlaşsam da, çətinlikdən müvəffəqiyyətlə çıxa bildim. Perik düşən mədəniyyət işçilərini bir yerə topladım. Sonra bütün texniki məsələləri, bütün nəysə müəyyən işlər gördüm. Təxminən 10 il işlədiniz. Bəli, 10 ilə yaxın. 10 ilə yaxın. Xalq cəbhəsi dövründə məni sevdiyim işdən uzaqlaşdırdılar. Sonra gəldim Kakalos Kənd Mədəniyyət evində. Yəni mən hara gedirdimsə, Həvəsur mənimlə gedirdi. Həvəsur folklor kollektivi bayaq qeyd etdiyimiz kimi 64-cü ildə, 1964-cü ildə Fəribə xanımın rəhbərliyi ilə 3 nəfər qızın ilk yaradılır və ondan sonra artıq o böyük bir kollektivə çevrilir. Yəqin ki, siz hamınız eşitmişsiniz Həvəsur folklor kollektivi haqqında və bugünə qədər də davam edir. Bir fraza yadımdan çıxdı. Demək, Balaca Şağac məktəbində mən pioner başdaslar rəhbəri 7 il işlədim. Demək, bundan xəbər tutan rayon Maarif şöbəsinin müdiri kiçik oğlum Rövşən anadan olmuşdu. O vaxt 2 ay uşaqdan əvvəl, 2 ay sonra verirdilər analıq məzuniyyəti. Mən 2 aydan sonra işə qayıtmaq üçün gedib əmrimi alanda məni Balaca Şağac məktəbinə yox, rayon pionerlər evinin direktoru təyin elədilər. Bu da mənim üçün çox çətinlik yaradırdı. Kiçik 2 aylıq uşağım beşikdə, düzdür, baldızlarım, qaynanam baxırdı. Allah ölənləri rəhmət eləsin, qalanlara can sağlığı versin. Mənə kömək edirdilər, dayaq edirdilər. Mən 2 il orada işləyəndən sonra mənim üçün çox çətin idi. Öz razılığımla, öz ərizəmlə gəlib məktəbdə, deməli, Cəfər Cabbarlı adına Kakalos Kənd Orta Məktəbində tərbiyə işləri üzrə təşkilatçı işlədim. Bu həmin o dövrün şəklidir? Xeyr, bu mədəniyyət şöbə müdiri işlədiyim. O mədəniyyət yeri gəlmişkən bu şəkli də göstərək. Baxın bunu. Mədəniyyət, Astara rayon mədəniyyət şöbəsi. Baxın, çox original bir şəkildir. Müəlliməyə baxın, qavada oturub. Müəllimə, o həmin şəkillərdən biri hansı idi, mən bilmədim, görə bilmədim. Bəs bu hansı şəkildir burada? Bu isə, demək, İbrahim Quliyev rayon icra hakimiyyətinin başçısı işləyirdi. Məni oradan işdən çıxartmışlar, sonra İbrahim Quliyev gəldi rayona. O mənim təşkilatçılığımı görmüşdü və məni kənd icra nümayəndəsi yazdı. Bu kənd icra nümayəndəsi olan şəkil. Bəs bu şəkil vaxtı ilə? Bu şəkil isə mən rayon üzrə Qadınlar Şurasının sədri idim.
Aha. Kəndlərə gedib qadınlar üçün belə yığıncaqlar təşkil Mən edirdi. bilirəm ki, Azərbaycanda ən böyük bir yığıncaq bir Astarada olub Qadınlar Şurası. Bəli, Yəni, bəli, Zəhra və Quliyevanın Zəhra başçılığı Quliyevanın ilə. başçılığı ilə. İbrahim müəllimin Mən vaxtında. bu İbrahim müəllimin vaxtında Bəli, 98 yox 90 Elə idi, 90-cı bəli. illərin Təxminən. axırları və eşitdiyimə görə Azərbaycanda ilk dəfə olaraq o da yeri gəlmişkən deyim təşəbbüs göstərənlərdən biri də Fərbiyə xanım olub. Azərbaycanın görkəmli xanımları, akademiklər, Bəli, bəli. görkəmli aktrisalar, hətta mən bilirəm ki, Sara Sara Qədimova Qədimova da iştirak edir, o da bəli. çox idi. Akademiklər, bu qadın bax bu Astarada toplaşıb. O da İbrahim Quliyev də icra etməyə Bəli, bəli, özü də iştirak Və- edir. Mənim üçün ayrıca kabinet ayırdı. Mən o kabineti həm Nəcib qızların əl işləri ilə bəzədim, həm də ki, başqa təşkilat işləri gördüm. Orada Sara Qədimova ilə bir dialoqum oldu. Dedi, və sən necə bu işi aparırsan da, bu belə cılız adamsan. Özü axı biraz Bəli, bəli. Aparırsan. Dedim, bəli, mən çox işlər görmüşəm bu qadınların ailə məsələlərində. Onlardan birini siz üçün danışaram. Demək, kəndimizdə bir oğlan bir qızı sevirdi, çox yaxından, amma valideynlər razı deyildilər. Mən səhər saat 8-də həmin evdə oldum. Həmin evin bir nəfər nümayəndəsini götürüb rayon mərkəzinə getdim. Orada dedilər ki, həmin demək, oğlanın atası ilə dostdur. Həmin Rəisvalkom deyirdilər. O. Getdik, Rəsulovdur, səhv eləmirəmsə. Rəsulovun qəbuluna, məsələni onun üçün danışdım belə. O maşına mindi, gəldi kəndə və həmin valideynin icazəsini aldı, toy bisatla həmin gəlini gətirdilər evə. Bu mənim bir işim oldu. Bəli, Nəcib qızlar belə bir Fərbiyə xanımın təşəbbüsü ilə Nəcib Qızlar Cəmiyyəti yaradılıb. Yəni ilk dəfə olaraq bir kənd səviyyəsində Kakaosda bu yaradılıb və orada qızları ora cəlb edib və qızlar toxuculuq, müxtəlif bax əsasən paltar tikmək və işi ilə məşğul olublar. Mən yeri gəlmişəm deyim, Astaranı yox, Azərbaycanın o vaxt hələ Sovet illərindən, indiki bu termin yaxşı mənada istənmir, feminist qadınların hüquqlarını müdafiə edən, bax Fərbiyə xanım həm də qadınların hüquqlarını müdafiə edən, həm Astarada, həm Azərbaycanda və onlar üçün iş şəraiti yaradan, onlara qayğı ilə yanaşan, belə bir insan, belə bir şəxsiyyət olur. Yəni təkə Əvəzov Folklor kollektivi yox. Bax, o Nəcib Qızlar bir neçə il fəaliyyət göstərdi. Demək, bunun da bir gözəl tarixi var. Mən mədəniyyət şöbəsindən ki, məni xalq cəbhəsi uzaqlaşdırdı. Mən gəldim evə, mənə əmrimi verdilər. Mən özüm işə götürdüyüm bir xanım qız, onu işdən azad eləmişdilər. Kakaos kənd mədəniyyət evində metodist vəzifəsindən mən götürmüşdüm. Onu işdən azad edib, məni onun yerinə təyin eləmişdilər. Mən bir dənə məktub yazdım, əmrim gəldi, məktub yazdım. Dedim ki, mən imtina eləyirəm. Çünki mən onun valideynlərindən xahiş edib o qızı işə götürmüşəm. Siz onu çıxarıb mən imtina eləyirəm. Beləliklə 17 ay işsiz qaldım. 17 ay işsiz qalandan sonra, amma 17 ayı işləmişəm mədəniyyət evində. O demək deyil, mən əmr verməyiblər. Elə belə ictimai əsaslarla işlədim. 17 aydan sonra məni rejissor təyin elədilər. Oğlanlar çoxlu gəlirdi mədəniyyət evinə. Bir qız gəlmirdi. Mən bir şey fikirləşdim ki, Nəcib Qızlar klubu açdım. Nəcib Qızlar klubuna 31 nəfər müdavim yığıldı. Qəşəng qızlar. Onlar gəldilər, mən 60 növ onlara tikiş öyrətdim. Çünki sözümün əvvəlində dedim ki, ilk təhsilim, ilk sənətim çift-ölçü modellər olub. Demək, 60 növ onlara tikiş öyrətdim. 6 ay onlar üçün praktiki məşğələ keçdim. 16 aydan sonra mini fabrik kimi işlədirdim. Həm də əsas mənim
ürəyim Avasor folklor Bəli, kollektivində idi. Həmin qızları həm Avasor folklor kollektivinə cəlb elədim, həm də yenə öz yaratdığım xalq teatrının üzvlərinə cəlb elədim. Beləliklə qızlar çoxlu olurdu. Biz Neçə il müəllimə fəaliyyət göstərdiniz? indi də Bir neçə il. demək ondan sonra Nəcib qızlardan da sonra xalq teatrı zadı onda mədəniyyətdə işləyəndə eləmişdim. Demək fikrim getdi. Hə, neçə ilsə təxminən bir Deyəcəm. hə. Yəni mən yeri gəlmişkən bir faktı da deyim. Fəribə müəllimə mədəniyyət rəhbər şöbəsinə rəhbərlik edəndə hələ ilk gənclik illərindən və ondan da qabaq. Bax təsəvvür edin ki, Astaranın ən ucqar kəndlərinə gedib, orada mədəniyyət folklor kollektivlərini yaratmış. Hamışama, Sfanakarana, Palikeşə, Bax, Sıma, Toradiya, Siyaküyə, Rinəyə, Marzasaya, ümumiyyətlə çox hər yeri gəzmişəm, hər yerdə də təbliğ eləmişəm. 11 kənddə də folklor kollektivlər yaradılıb. bax Talış folklor kollektivlərinin, yəni yaradılışısı, yəni bütün digər kəndlərdə, dağ kəndlərində də bax sənin qəhrəmanı Fəribə xanımdır. Yəni o təkcə Kakalosta Avasor yox. Mən onu bilirəm ki, bizim kəndimizdə Təngərüddə də Bənövşə folklor ansamblı vardı. İkrəm Yaqubov onun rəhbəri idi. Çox gözəl işlər o da görürdü. O da təqaüddədir indi. Allah canına sağlıq versin. Salamımız var hələ. O işçilər məni yaddan heç vaxt çıxarmırlar. Ad günlərimdə təbrik edirlər, gəlirlər, gedirlər və yaxır. Müəllimə, biz sizə təşəkkür edirik. Bu yaxınlarda, yəni biz çox müəlliməni görmürük. İnşallah bayaq qeyd etdiyim kimi Bakı şəhərində 85 illik yubileyi ilə bağlı müəllimənin və 60 illik yaradıcılığı ilə bağlı Avasorun böyük bir tədbir nəzərdə tutulub. Allahdan arzu edək ki, bu baş tutsun və inşallah biz orada Azərbaycanın digər folklor kollektivləri də iştirak edəcək. Müəllimə, sizə uğurlar arzu edirik. Davamlı olsun. İnşallah gün o gün olsun ki 100 yubileyiniz, xalq yubileyi keçirilsin və onda da toplaşaq. Təşəkkür edirəm. Çox sağ olun. Bir daha sizə təşəkkür edirəm. Can sağlığı arzulayıram. Bu gözəl balamıza da can sağlığı arzulayıram. Xoşbəxtlik arzulayıram. Deməyə söz tapmıram sizə deyim. Sözümün axırında, yəni mənim sevimli müəllimim, Heydər müəllimin sevdiyi müəllim, Əlif müəllimə mənim salamlarımı çatdırırsınız. O bizim ürəyimiz idi. Bir epizodu istəyirəm siz üçün danışım, maraqlıdırsa danışım. Bəli, buyurun. Demək, Heydər müəllim çox, onda onun adı Mahmud Ağa idi. Çox riyaziyyatı bilən idi də. O da evdə həll eləyərdi ev tapşırıqlarını. O vaxt elə idi də, evə tapşırıq verərdilər və Əlif müəllim yoxlayardı. Evdə hamısını yazıb gətirərdi. Mən isə evdə o qədər çalışardım, bəlkə bir dənə dəftəri doldurardım, axır ki cavabını tapardım, gedərdim. Mənim üçün çətin idi, Heydər üçün heç nə. Demək, sinif uşaqları hamı dərsdən əvvəl Heydər müəllimin çantasından onun həll elədiyini götürürdülər, köçürürdülər və Əlif müəllim sinifə gəlirdi, kim tapşırığı eləyib, hamı deyirdi ki, mən eləmişim. Heydər müəllim bundan, müəllim deyirəm, Mahmud Ağa bundan xəbər tutdu. Həmin gündən, demək, onda müəllim sinifə girəndə hazır qayıb eləyərdi. Filan kəs, hamı durardı, hazır deyərdi. Bu, həmin müddətdə Heydər riyaziyyat dərsini həll eləyərdi. Sonra sinifə müraciət edərdi. Kim həll eləyib, heç kimdən səs çıxmaz. Belə bir epizod olmuşdu. Mən yeri gəlmişkən deyim ki, müəllimə xatırlatdı. Heydər müəllim haqqında Allah onu rəhmət eləsin, ruhunu şad eləsin. O özü bir məcara, özü bir olub, bir dəfə səhv etmirəmsə şikayət edib Əlif müəllimə ki, bəs qoy mən deyim. Buyurun. Çox maraqlı şeydir. Demək, o vaxt Komsomol təşkilat katibi olardı sinifdə.
biletləri hər ayın axırında yığardı, 20 qəpiyi də pul Bəli. verərdik. Peçat vurub, sonra paylayardı. Gətirdi paylayanda, peçat vurub paylayanda, mənim biletim yoxdur. Hara gedib, niyə olub, niyə itib, o Komsomol Təşkilat katibi Adilə Rüstəmova idi. O özü də məhtal qaldı ki, bu bilet hara gedib. Demək, O bileti götürülmüş. mənə səs çatdı ki, bəs Mahmud ağa götür. Mən də indi böyük bir belə ürəklə gedirəm ki, indi Əlif müəllim gələcək. Cəzalandıracaq. Məktəbin də həyətində bir çarxovuz var idi, həmişə su ilə dolu olardı. Getdim, qaldım onun yanında, bilirəm də Əlif müəllim hansı səmtdən gəlir. Qaldım orada. Əlif müəllim gördüm gəlir, mənə çatan kimi, qız, burada niyə durmusan? Başımı tutdum aşağı, dedim ki, bəs mənim Komsomol biletimi Heydər Mahmud ağa götürüb. İnanın, heç bir şey demədən bir balaca gülümsədi və getdi. Bu belə işarət idi də. Bəli, bəli. Sonralar başa düşmüşəm, onu da başa düşməmişəm. Beləliklə, Heydər müəllim, demək, orta məktəbi 10-cu sinifi qutarırıq. Bəli. Demək, mənim bir yaşım çatmayıb, mənim atam yaşımı düzəldib. Bəli. Amma Heydər Mahmud ağanın yaşı çatmayıb, düzəltməyiblər. O yenə qalıb sinifdə mənlə oxumağa. Bir ildə mənlə oxumağa. Bir il cəmi bir yerdə oxumuşum. Sonra məktəbi qutardıq, mən getdim Çertyoz modeller sənətinə gələndim. 2 ildən sonra gəldim kəndə. Gələn kimi onun atası da müəllim idi, Pilağa müəllim. 3-cü sinifdə mənə dərs deyib. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Beləliklə gələn kimi o dəqiqə elçilər gəldi, toyumuz oldu və ilə. Əlif müəllim də bunu bilirmiş, ona görə də gülümsünür. İndi siz təsəvvür edin, o illərin, bu hardasa bir 60-cı ilin əvvəlləri idi. Təxminən bir 60 il öncə. Necə bir əxlaq, necə bir ədəb olub, qaydalar olub. Mən bayaq qədərdim kimi, Pərviyə müəllimə bax, belə bir şəxsiyyət, belə bir insan olub. Yəni, Allahdan uzun ömür, can sağlığı diləyik sizə. Biz sizi əvəzsuru hələ çox illər görək və sizdən sonra da davamlı olsun inşallah. Yəni, biz fani dünyadır, Allah amanında. Çox sağ olun, var olun. Axırıncı sözüm, həmin Nəcib qızların üzvlərindən bir neçəsi bizim mədəniyyət evində hal-hazırda işləyir. Onlara da uğurlar diləyirik qızların hamısına. Gedənlərə Südəba xanıma, Əsədullah Allah rəhmət eləsin. Böyük zəhmətləri olub. Qalanlara Şadoğlan müəllim xüsusilə musiqi tərtibatçısı Şadoğlan müəllim olub. Çox, bütün tədbirləri o yola verirdi. Qalanlara da Allah can sağlığı versin. Uğurlar diləyirik. Həm Əvəzsura, həm Fərbiyə xanıma, həm Kakalus mədəniyyət evinə, həm bunun ardıcıllarına. Yəni, öz xalqının folklorunu yaşadan insanların hamısına təşəkkürümüzü bildiririk. Sağ olun. Müəlliməmiz Fərbiyə Şabanova, bax, bu xudumani bir evdə yaşayır, daim sadə həyat tərzi yaşayıb, daim, bax, belə bir evdə də yaşayır. Müəllimə, uğurlar sizə. Çox sağ olun, təşəkkür edirəm bir daha. Sağ olun, salamat olun. Sağ olun.